Özbəkistan Respublikasının prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə Mərkəzi Asiya dövlət başçılarının 7-ci məşvərət görüşündə iştirak etmək üçün noyabrın 15-də Özbəkistana səfərə gələn Azərbaycan Respublikasının prezidenti İlham Əliyev noyabrın 16-sında Daşkənddəki Konqres mərkəzinə gəlib. Mərkəzi Asiya dövlət başçılarının 7-ci məşvərət görüşü keçirildi. Prezident İlham Əliyev Mərkəzi Asiya dövlət başçılarının 7-ci məşvərət görüşünün iclasında çıxış edib. O, ilk növbədə Özbəkistan prezidenti Şavkat Miromonoviç Mirziyoyevə Mərkəzi Asiya dövlət başçılarının 7-ci məşvərət görüşünə dəvətə görə dərin minnətdarlığını bildirib. Dövlət başçısı çıxışında bir sıra mühüm məsələlərə toxunub. Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasındakı münasibətlərdən söz açıb. Bu xüsusda son illər yüksək səviyyəli qarşılıqlı səfərlərin müntəzəm xarakter aldığını deyib. Ölkə başçısı işğaldan azad olunmuş ərazilərin dirçədilməsi üzrə geniş miqyaslı işlərdə Mərkəzi Asiya ölkələrinin Azərbaycana göstərdiyi qardaş dəstəyini yüksək qiymətləndirib. Orta dəhlizdən söz açan prezident son 3 ildə orta dəhliz üzrə Azərbaycandan keçən yük daşımaların 90% artdığını bəyan edib. Zəngəzur dəhlizindən danışan ölkə başçısı vurğulayıb ki, Azərbaycanda Zəngəzur dəhlizinin tikintisi başa çatmaq üzrədir. Azərbaycan prezidenti sonda Azərbaycanın Mərkəzi Asiya ölkələrinin əməkdaşlıq formatına qoşulması ilə bağlı qərara görə həmkarlarına təşəkkür edib. Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin Özbəkistan Respublikasına səfəri noyabrın 16-sında başa çatıb. Dövlətimizin başçısını Özbəkistan prezidenti Şavkat Mirziyoyev yola salıb. Namiq Abbasov, Today Press TV.